Soğanı faydalı hesab edən milyonlarla insanın çoxu bir vacib həqiqəti bilmir. Əslində elə xəstəliklər var ki, həmin insanlar üçün soğan vəziyyəti daha da ağırlaşdıra bilər. Bəs soğan kimlər üçün faydalıdır, kimlər üçün təhlükəlidir və hansı soğanı yemək daha məsləhətdir? Bu videoda bütün bunlardan danışacağıq. Soğan min illərdir həm qida, həm də təbii müalicə vasitəsi kimi istifadə olunur. Tarixi mənbələrə görə qədim Misirdə soğan müqəddəs bitki hesab edilirdi. Roma döyüşçüləri isə güc və dözümlülük verdiyinə inandıqları üçün hər gün soğan yeyirdilər. Bugün isə soğan dünyanın ən çox istifadə edilən tərəvəzlərindən biridir. Bunun əsas səbəbi onun zəngin tərkibidir. Soğanda C vitamini, B qrup vitaminləri, kalium, kalsium, maqnezium, dəmir və güclü antioksidantlar mövcuddur. Soğanın ən böyük faydalarından biri ürək və damar sisteminə təsiridir. Mütəxəssislərin fikrincə, müntəzəm istifadə zamanı damarların elastikliyini artırır, pis xolesterinin azalmasına kömək edir, qan dövranını yaxşılaşdırır, tromb əmələ gəlməsi riskini azalda bilər. Bəzi araşdırmalar göstərir ki, soğanın tərkibindəki maddələr arterial təzyiqin normallaşmasına da yardım edir. Ancaq unutmayın, əgər sizdə ürək xəstəliyi varsa, soğan dərman deyil, həkim müalicəsini əvəz edə bilməz. Soyuqdəymə zamanı da soğan ən məşhur xalq təbabəti vasitələrindən biridir. Soğanın tərkibindəki fitonsidlər bakteriya və viruslara qarşı təsir göstərə bilir. Məhz buna görə uzun illərdir insanlar burun tutulması və soyuqdəymə zamanı soğandan istifadə edirlər. Bəs indi gələk ən vacib hissəyə. Kimlər soğanı ehtiyatla yeməlidir? Əgər sizdə reflüks xəstəliyi varsa, çiy soğan mədə yanmasını gücləndirə bilər. Qastrit və mədə xorası olan insanlarda da narahatlıq yarada bilər. Qıcıqlanmış bağırsaq sindromu olan şəxslərdə köp və ağrı əmələ gətirə bilər. Bəzi insanlarda isə soğana qarşı allergik reaksiya müşahidə olunur. Məhz buna görə hər faydalı qida hər insan üçün eyni dərəcədə faydalı deyil. İndi isə çoxlarının verdiyi suala cavab verək. Qırmızı soğan, ağ soğan, yoxsa sarı soğan? Qırmızı soğan antioksidantlarla daha zəngindir. Sarı soğan gündəlik istifadə üçün ən uyğun variant hesab olunur. Ağ soğan isə daha yumşaq dada malikdir. Ümumilikdə, sağlam insan üçün bu üç növün hamısı faydalıdır. Əsas məsələ miqdarı aşmamaqdır. Mütəxəssislər gündə təxminən 50 qramdan 100 qrama qədər soğanın kifayət etdiyini bildirirlər. Həddindən artıq istifadə isə fayda əvəzinə narahatlıq yarada bilər. Bəs siz daha çox hansı soğan istifadə edirsiniz? Qırmızı, ağ, yoxsa sarı? Şərhlərdə yazın. Videonu bəyəndinizsə bəyənməyi, paylaşmağı və kanalımıza abunə olmağı unutmayın. Sağlam olun. Növbəti videolarda görüşənədək.